Hər kəsə salam əziz müəllimlər. 5-ci sinifin 5-ci mövzusu olan məişətdə sadə təmir işləri mövzusunun izahı ilə qarşınızdayım. Əvvəlcə baxaq məişət mədəniyyəti nədir? Məişət mədəniyyəti evin idarə olunmasına aid hər şey, yəni ailə üzvlərinin bir-birinə hörməti, qayğısı, ailə büdcəsinin tənzimlənməsi, evin səliqəyə salınması, evin təmizlənməsi, ev təsərrüfatının idarə edilməsi, bütün bunlar məişət mədəniyyətinə aiddir. Bəzən evdə bəzi təmir işləri meydana çıxır ki, onları ailə üzvləri özləri həll edə bilərlər. Onlara aiddir. Kranlardan su damcılaması, stulların laxlaması, qapıların yaxşı açılıb örtülməsi, mebeldə yaranan nasazlıqlar və s. Mebellərin hissələri bir-birinə furniturlar vasitəsilə birləşdirilir. Furniturlara aiddir künclüklər, rəf saxlayıcılar, kipləşdiricilər, qıfıldayıcılar və qıfıllar, dəstəklər və eyni zamanda maqnit saxlayıcılar. İndi isə ayrı-ayrılıqda baxaq onların hansı xüsusiyyətləri vardır. Künclüklər düz bucaq altında yerləşən 2 ədəd metal lövhəcikdən ibarətdir. Onlarla rəf, çərçivə və nəfəsliklərin künc birləşmələri bərkidilir. Düz bucaq altında yerləşən metal lövhəcik. Əgər biz düz bucaq sözünü görürüksə, o zaman künclüklər ağlımıza gəlməlidir və 2 ədəd metal lövhəcikdən ibarətdirsə, deməli künclük olacaq. Adından da məlum olduğu kimi künc birləşmələrinin birləşdirilməsi zamanı istifadə olunur. Rəf saxlayıcıları metaldan və ya plastikdən hazırlana bilər və üfüqi rəflərin bərkidilməsində istifadə olunur. Adından məlum olduğu kimi üfüqi rəflərin bərkidilməsi üçün istifadə edilir. Rəf saxlayıcıların milləri şkafların yan divarlarında yerləşən bir tərəfi bağlı deşiklərə quraşdırılır. Bir tərəfi bağlı deşiklərə quraşdırılır. Kipləşdiricilər bir-biri ilə bərkidici vintlə birləşdirilmiş 2 qalın metal künclük və lövhəcikdən ibarətdir. 2 qalın künclük və lövhəcikdən ibarətdir və onlar bir-biri ilə vintlə birləşdirilmişdir. Onlarla şkafların, yazı masalarının və kitab rəflərinin yan tərəfləri birləşdirir. Əgər yan tərəfləri sözünü görürüksə, kipləşdirici olacaq. Qıfıldayıcılar və qıfıllar. Adından məlum olduğu kimi qıfıllar nə üçündür? Bağlamaq üçündür. Şkafların, masaların və tumbaların qapılarını bağlamaq üçün qıfıldayıcılar və qıfıllara ehtiyac vardır. Dəstəklər metaldan ola bilər, taxtadan və yaxud plastik materialdan ola bilər. Qapı, pəncərə və dolabların rahat açılıb örtülməsi üçün istifadə olunur. Maqnit saxlayıcılar şkafların, qapılarının hərəkətli olmasını təmin edir. Onlar 2 hissədən ibarətdir. Maqnitli qəlibdən və metal lövhəcikdən. Şkaf, yazı masası və dolabların qapıları həncamaların köməyi ilə bərkidilir. Künclüklər, qıfıldayıcılar, həncamalar və s. mebelə oduncaq üçün şurupların köməyi ilə bərkidilir. Oduncaq üçün şurupların köməyi ilə. Mebellərdən uzun müddət istifadə etdikdən sonra mebel furniturları zəifləyir. Bu zaman nə etmək lazımdır? Köhnə şurupları çıxarıb ölçüsü daha böyük olanlar ilə əvəz etmək lazımdır. Əgər bunu edə bilmiriksə, o zaman deşiklərə yapışqan sürtülmüş taxta milciklər, yəni mantarlar salınır və köhnə şuruplar onlara bağlanır. Şurup ilə həmin mantarlar birləşdirilir. Daha böyük şuruplarla əvəz etmək yerinə. Keçirik maqnit saxlayıcının quraşdırılma ardıcıllığına. Əvvəlcə saxlayıcının, lövhəciyinin və qəlibinin yeri müəyyən olunur. Lövhəcik və qəlibin yerini müəyyən etdik. Sonra lövhəcik qapıya bərkidilir və saxlayıcının qəlibinin yeri elə seçilir ki, qapı bağlı olanda o lövhəciklə üst-üstə düşsün. Burada üst-üstə düşməni təmin etmək lazımdır. Bərkidici şuruplar üçün deşiklərin mərkəzi bizi ilə qeyd edilir və şuruplar axıra qədər burmadan bərkidilir. Əvvəlcə axıra qədər burmadan bərkidilir. Daha sonra qəlib lövhəciyin qarşısında dəqiq yerləşdirilir. Yalnız bundan sonra şuruplar axıra kimi burulur. Qəlib lövhəciyin qarşısında dəqiq yerləşdirildikdən sonra axıra qədər şuruplar burulmalıdır. İndi isə ümumiləşdirək. Deməli, məişət mədəniyyət dedikdə evin təmiz saxlanması, ev işlərinin görülməsi, ev təsərrüfatının idarəsi, ailə üzvlərinin bir-birinə hörməti, qayğısı, ailə büdcəsinin tənzimlənməsi kimi işlər nəzərdə tutulur. Məişətdə sadə təmir işlərini ailə üzvləri özləri yerinə yetirə bilərlər. Mebellər bir-birinə furniturlar vasitəsilə birləşdirilir. Mebel hissələri furniturlar vasitəsilə birləşdirilir. Furniturlara aiddir künclük, rəf saxlayıcı, kipləşdirici, qıfıldayıcılar və qıfıllar, dəstəklər və maqnit saxlayıcılar. Əgər düz bucaq sözünü görürsə, künclüklər variantı düz olacaq. Düz bucaq altında yerləşən 2 metal lövhəcikdən ibarət olur künclüklər və çərçivə və nəfəsliklərin künc birləşmələrini
bərkidilməsi zamanı istifadə edilir. Rəf saxlayıcılar adından məlumdur. Üfüqi rəflərin bərkidilməsi zamanı istifadə olunur. Ya metaldan ya da plastikdən hazırlanır. Rəf saxlayıcıların milləri şkafların yan divarlarında yerləşən bir tərəfi bağlı deşiklərə quraşdırılır. Kipləşdiricilər bir-biri ilə bərkidici vintlə birləşdirilmiş iki qalın metal künclükdən və lövhəcikdən ibarətdir. Qalın metal künclük və lövhəcik sözləri varsa, onlar vintlə birləşdirilmişsə, deməli kipləşdiricidir. Onlarla şkafların, yazı masalarının və kitab rəflərinin yan tərəfləri birləşdirilir. Burada yan tərəfləri sözü də açar sözdür. Yan tərəfləri sözü varsa kipləşdirici variantı olacaq. Qıfıldayıcı və qıfıllar adından məlumdur. Bağlamaq funksiyasını yerinə yetirir. Dəstəklər metaldan ola bilər, taxtadan və yaxud da nazik plastik kütlədən ola bilər. Əlbəttə ki, qapı, pəncərə və dolabların rahat açılıb örtülməsinə xidmət edir. Maqnit saxlayıcılar şkafların qapılarının hərəkətli olması üçündür. Onlar iki hissədən ibarətdir. Maqnitli qəlib və metal lövhəcik. Şkaf, yazı masası və dolabların qapıları həncəmaların köməyi ilə bərkidilir. Və mebel furniturlarında şuruplardan da istifadə olunur. Həmin şuruplar oduncaq şuruplarda bir müddət sonra mebel furniturları zəifləyir. O zaman da nə edirik? Köhnə şurupları çıxarıb ölçüsü daha böyük olanlarla əvəz edirik. Əgər bunu edə bilmiriksə, o zaman yapışqan sürtülmüş taxta milçiklər salınır və köhnə şuruplar onlara bağlanılır. Maqnit saxlayıcının quraşdırılma ardıcıllığı. Əvvəlcə saxlayıcının, lövhəciyinin və qəlibinin yeri müəyyən olunur. İşə yeri müəyyən etməklə başlayırıq. Sonra lövhəcik qapıya bərkidilir və saxlayıcının qəlibinin yeri elə seçilir ki, qapı bağlı olanda o lövhəciklə üst-üstə düşsün. Bərkidici şuruplar üçün deşiklərin mərkəzi bizi ilə qeyd olunur. Şuruplar axıra qədər burmadan bərkidilir. Sonra qəlib lövhəciyin qarşısında dəqiq yerləşdirilir. Yalnız bundan sonra şuruplar axıra qədər burulur. Bugünkü izahımız bu qədər əziz müəllimlər. İzlədiyiniz üçün təşəkkürlər.